İsrail Tehranda yerləşən 2 neft anbarına zərbə indirib. Hər iki obyektdə yanğın baş verib. Global Info az məlumat verir ki, bu haqda İranın Fars və Tasnim xəbər agentlikləri xəbər paylaşıb. Məlumata görə hücuma məruz qalan neft anbarları Tehranın Kan və Şahran rayonlarında yerləşir. Hadisə yerində operativ xidmətlər zərbələrin nəticələrini aradan qaldırmaq üçün iş aparır. Hazırda ölən və yaralananlarla bağlı məlumat verilmir. İranın Təl-Əviv ətrafındakı yaşayış binasına indirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər ölüb. Xəbəri Timisov İsrail yayıb. Qəzetin məlumatına görə Təl-Əvivin ətrafı Batyamda həlak olanlar arasında 2 uşaq da var. Daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan qurbanları tapmağa tələsir. İranın İsraili atəşə tutması nəticəsində Rehovot şəhərində yerləşən Veizman Elmi Tədqiqat İnstitutunun tədqiqat mərkəzinə də ciddi ziyan dəyib və yanğın başlayıb. İnstitutun yataqxanasında yaşayan tələbənin New York Times qəzetinə verdiyi məlumata görə tədqiqat mərkəzinin binasındakı divarların çoxu uçub. O həmçinin əlavə edib ki, partlayış nəticəsində yaranan zərbə dalğası yaxınlıqdakı binaların pəncərələrini sındırıb. Tədqiqat İnstitutu Təl-Əvivdən 20 kilometr aralıda yerləşir. İlkin ehtimala görə binanın dağıntıları altında insanları ola bilər. Hazırda dəqiq məlumat yoxdur. Bundan öncə Elnur Nefs agentliyi İranın İsrailə zərbələri indirmək üçün Emad, Tadir və Xeybar Sekan raketlərindən istifadə etdiyini bildirmişdi. Sözü gedən silahlar Hayfa və Təl-Əvivdəki hədəfləri vurub.